Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Əziz izləyicilər, bugündən etibarən yeni bir mövzu ilə inşallah sizin xidmətinizdə olacaq. Mövzunun ümumi adı etiqadi ayələrdir. Yəni Quran-ı Kərimdə yer alan inanc, etiqad barəsində olan ayələri müzakirə edəcək. Lakin bu mövzuya keçməmişdən qabaq bir neçə dərs bu mövzunun müqəddiməsini istərdim ki, siz əzizlərlə müzakirə edək və görək ki, Quran-ı Kərimdə etiqadi ayələr deyəndə nəyi nəzərdə tuturuq və eyni zamanda bu ayələr neçə hissəyə bölünür, hansı mövzuları özlərində ehtiva edir və sair mövzuları giriş olaraq, müqəddimə olaraq bir yerdə müzakirə edək. Birinci məsələ bundan ibarətdir ki, bildiyiniz kimi Quran-ı Kərim İslam məarifini bəyan edən, açıqlayan yeganə vəhyani mənbədir. Və bütün müsəlmanlar məzhəbindən asılı olmayaraq bu həqiqəti qəbul edir ki, Quran-ı Kərimin sözü, bəyanı Allahın sözüdür, Allahın vəhyidir və heç bir formada Quran-ı Kərim təhrif olmayıb, təhrifdən uzaq qalmış ilahi və səmavi kitabdır. Demək, İslam məarifinin yeganə mənbələrindən, vəhyani mənbələrindən biri olan Quran-ı Kərimdir. Digər mənbələr, məsələn, hədis, əql və s. öz məsələlərinin isbatında heç şübhəsiz Qurana ehtiyaclıdır. Yəni, ən sonda bu məsələni Quran təsdiqləməlidir, Quran imzalamalıdır. Buna görə də Quran-ı Kərimə təfsir yazılan dönəmlərdən biz baxırıq ki, bir çox müfəssirlər İslam məarifini rəhbər götürərək Quran-ı Kərimi təfsir etmişlər. Məsələn, bəzi təfsirlər fiqhi təfsir adlanır, bəzi təfsirlər irfani təfsir adlanır, bəziləri fəlsəfi, bəziləri kəlami, ictimai və s. Yəni, hər bir müfəssir, hər bir Quran təfsirçisi öz müzakirə etdiyi elmin prinsip və metodlarına əsasən Quran-ı Kərimi təfsir etmişlər və bunlar içərisində heç şübhəsiz Quran-ı Kərimin kəlami, etiqadi təfsir də yer alır. Kəlami təfsir dedikdə Quran-ı Kərimin ayələrini kəlami, etiqadi prinsiplər əsasında izah etmək, öz məzhəbinin əqidəsini müdafiə etmək və digər əqidlərə cavab vermək nəzərdə tutulur. Biz Quran tarixinə müraciət etdikdə görürük ki, bir çox məzhəb alimləri Quran-ı Kərimi təfsir edərkən öz məzhəblərinin etiqad prinsiplərini rəhbər tutaraq Quran-ı Kərimi təfsir etmişlər. Məsələn, Ət-Tibyan fi təfsiril Quran Şeyx Tusinin qələmə aldığı əsərdir. Şeyx Tusi Şiənin sütun və böyük alimlərindəndir, fəqihdir, müfəssirdir və eyni zamanda mütəkəllimdir, yəni ilahiyyatçıdır. O, bu təfsirdə, yəni Ət-Tibyan təfsirində Quran-ı Kərimin kəlami səbkidə, kəlami metodda təfsir etmişdir və demək olar ki, İlk Şiə təfsirdir ki, Quran-ı Kərimi kamil şəkildə, yəni Həmd surəsindən ta axırıncı surəyə qədər təfsir etmişdir. Demək, Ət-Tibyan təfsiri kəlami təfsirdir və burada imamiyyə etiqadını, yəni Şiə etiqadına əsaslanaraq Quran-ı Kərimin etiqadi ayələrini təhlil və təfsir etmişdir. Və yaxud Əl-Kəşşaf Mü'təzilə alimi olan Cərullah Məhəmməd ibn Ömər Zəməxşərinin qələmə aldığı bir kəlami təfsirdir. Düzdür ki, Əl-Kəşşaf həm ədəbi təfsirdir, ədəbi məsələləri burada gətirir. Eyni zamanda da Mü'təzilə məzhəbinin əsaslarını rəhbər tutaraq kəlami ayələri burada müzakirə etmiş, təhlil etmişdir. Və yaxud Məfatihul Qeyb və yaxud başqa adı ilə Təfsiri Kəbir ki, Fəxrəddin Razi tərəfindən yazılıb. Bu da Əşəri ilahiyyatının prinsipləri əsasında Quran-ı Kərimi təfsir etmişdir. Demək, əzizlər, biz İslam tarixinə baxdıqda görürük ki,
müxtəlif təfsir formaları var, metodları var və bunlar arasında da bir metod kəlami təfsir adlanır. Yəni hər bir mütəkəllim, hər bir müfəssir, hər bir alim öz məzhəbinin prinsiplərinə əsasən Qur'an-ı Kərimi təfsir etmişdir. Bu təfsirlər əvvəldə dediyimiz kimi bir neçə hissəyə bölünür. Bəzən fiqhi təfsir adlanır. Yəni yalnız Qur'an-ı Kərimin fiqhi tərəflərini bəyan edir. Bəzən irfani tərəflərini, bəzən fəlsəfi tərəflərini və eyni zamanda da kəlami və etiqadi tərəflərini. Əllamə Təbətəbai kəlami təfsir barəsində buyurur ki, mütəkəllimlər, yəni dini əqidələr sahəsində araşdırma aparanlar Quran ayələrini öz məzhəblərinin prinsiplərinə uyğun şəkildə təfsir etməyə çalışmışlar. Ayələrdən məzhəblərinə uyğun olanları seçmiş, uyğun olmayanları isə məzhəblərinin imkan verdiyi formada təvil və təfsir etmişlər. Buradan aydın olur ki, kəlami təfsirlərin bir müsbət tərəfi var, bir mənfi tərəfi var. Bu yalnız kəlami təfsir barəsində deyil, eyni zamanda fiqhi təfsir, irfani təfsir və fəlsəfi təfsir barəsində də keçərlidir. Hər bir halda mövzumuz kəlami təfsirdir. Kəlami təfsirin müsbət tərəfi bundan ibarətdir ki, bəli, Quranda yer alan etiqadi ayələri bu müfəssirlər kəlam elminin prinsipləri əsasında izah edib və hər hansı bir şəxs müəyyən bir məzhəbin Qur'ani bəyanlarını, Qur'ani izahlarını istəsə, bilsə, öyrənmək istəsə bu təfsir kitablarına müraciət edə bilər. Eyni zamanda Qur'anda yer alan etiqadi ayələri daha dərindən başa düşmək istəsə, bu təfsir kitablarına müraciət edər. Bütün bunlar kəlami təfsirin müsbət tərəfidir. Amma bununla yanaşı bunların mənfi tərəfi də var. O da bundan ibarətdir ki, bunlar bir çox zaman öz məzhəbinin prinsiplərini Qur'ana tətbiq etmişlər. Yəni, onlar kənarda hər hansı bir etiqadı qəbul etmib, hər hansı bir məsələni etiqad olaraq, inanc olaraq qəbul edəndən sonra Qur'anın sorağına getmişlər və Qur'an ayələrini o formada yozmuşdular ki, əvvəl ilk olaraq əqidələrini formalaşmışdılar. Bir halda ki, bunların işi bu olmalıydı ki, bunlar Qur'an-ı Kərimin ayələrinə əsasən öz etiqadlarını formalaşdırmalıydılar. Nəinki etiqadı formalaşdırandan sonra Qur'anın sorağına getmələri. Bu, kəlami təfsirin ən əsas mənfi tərəfləridir. Və eyni zamanda kəlami təfsirin mənfi tərəfi də bundan ibarətdir ki, bəzən bunlar Qur'an-ı Kərimin digər ayələri ki, bunların etiqad prinsipləri ilə belə deyək də ziddiyyət təşkil edir və yaxud qəbul etmir, onu görməməzlikdən gəlmək və yaxud heç bir formada məna verməyən təvil və yozumlara aparmaları olmuşdular. Və nəticədə bunlar Qur'an-ı Kərimi obyektiv olaraq deyil, subyektiv öz məzhəblərinə uyğun olaraq təfsir etmişdilər. Digər bir məsələ ki, bizim mövzumuzun adıdır, etiqadi ayələrdir. Əzizlər, diqqət edin, bir dəfə kəlami təfsir var. Kəlami təfsir anlayışı dediyimiz kimi genişdir. Yəni, bütün Qur'an-ı Kərimi əhatə edir. Amma bir də var etiqadi ayələr. Etiqadi ayələrdən məqsədimiz budur ki, biz etiqad və inanc barəsində olan ayələri bir yerə yığıb, onlar barəsində təhlil və müzakirə aparırıq. Məsələn, Allahın varlığı və sifəti, ilahi ədalət və təqdir, insanın azad iradə olub olmaması, peyğəmbərlik, imamət, məad, mələklər, digər dinlərdə olan etiqad, bütpərəstlik və s. filan ki, o ayələr ki, etiqadi tərəfi var, etiqadi bir məsələni açıqlayır, onları bir yerdə müzakirə etmək, açıqlamaq və digər ayələrlə və yaxud digər məzhəbi prinsiplərlə nəzərə alıb təhlil etməyə etiqadi ayələr deyilir. İnşallah gələn bəhsimizdə bu barədə siz əzizlərlə daha geniş nisbətən müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.